Göyçayda bir kişini ilan başından sancıb. Caspian Press Azərtaca istinadən xəbər verir ki, hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb. Kənd sakini 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onu baş nahiyəsindən dişləyib. Hadisədən sonra ətrafdakı şəxslər dərhal Eldar Əliyevə kömək göstərərək onu Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib. Hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir. Göyçayda bir kişini ilan başından sancıb. Caspian Press Azərtaca istinadən xəbər verir ki, hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb. Kənd sakini 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onu baş nahiyəsindən dişləyib. Hadisədən sonra ətrafdakı şəxslər dərhal Eldar Əliyevə kömək göstərərək onu Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib. Hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir.